Müraciətlərimizin çoxu parazitologiya ilə bağlıdır. Lakin parazitologiya birmənalı olaraq daxili orqanlar və bağırsaqlarımızla əlaqədar ilk yoxlanışlarımız oradan başladığı üçün biz bütün daxili orqanları və həzm sistemi orqanlarını yoxlamalıyıq. Və bağırsaqlarımız bizim ikinci beyin sayıldığı üçün əsasən sinir sistemi, mərkəzi sinir sistemi zədələnməsi ilk növbədə yoxlanılır. Çünki insanların çoxu əsəb sistemi pozğunluğu ilə müraciət edir və ən çox mənim suallarımın içərisində qidalanmanızı nə təşkil edir deyərkən, suallarımın çoxunda cavab nəvh eşidirəm. Çox işləyirəm, səhərdən axşama kimi ayaq üstəyəm və yaxud kompüter arxasındayam və yeməyə çox fikir verə bilmirəm. Tam acandan sonra yadıma düşərkən abur-cuburlardan, fast foodlarla qidalanıram, bir şokolad alıram, yeyirəm. Çantamdan və yaxud dolabımdan çıxartdığım hər hansı bir şokoladlarla və olmuş hazır qidalardan istifadə edirəm. Tam səhv bir məlumatdır, tam səhv bir qidalanma rejimidir. Yəni biz acana qədər özümüzü saxlamaqdansa, biz o dolabımızın içərisinə və yaxud çantamızın içərisinə meyvə quruları, doğranmış meyvələrdən, butulkalarda və yaxud da çay dəmləmələrindən belə, kompotlardan belə götürməliyik və hər hansı bir qidalanma əvəzinə, fast foodlar əvəzinə ev şəraitində hazırlanmış qidaların kiçik bir bağlama şəklində götürməmiz daha məsləhətdir. Düzdür, işə hər zaman bu qidaları gətirmək mümkün olmur. Utanıram, ətrafımdakı kolleqalarım restoran şəraitində yeyirlər. Tamam da restoran şəraitində yeyirsiniz. Restoran şəraitində də şorbalardan tutmuş, mərcidən tutmuş, ilk qidalar və ikincili qidalar, hər cür yeməklər satılır. Deməli, biz psixoloji olaraq özümüzü dərk edərək, özümüzə psixoloji olaraq yeritməliyik ki, bizim sağlam qidalamamız üçün o qidaları seçməliyik. Biz acana qədər ac qalıb gözləyib, acanda hər hansı bir nə olsa yeməkdənsə, biz az-az tez-tez yeməliyik və o tez-tez az-az qidalarımız bizim əlimizin altında olmalıdır. Və bu zaman bizdə insulin dirənci əmələ gəlməz, bu zaman bizdə birdən aclıq olub, şəkər düşüklüyü və sürətli şəkildə şəkər yüksəkliyinə yarada bilmərik və bu zaman endokrin proseslərin daha da sürətlənməsi baş verməz. Baxın, öz rejiminizi özünüz təşkil etməlisiniz. Bu haqda dəfələrlə televiziyalarda, internet şəbəkələrdə, kitablarda məlumatlar çoxdur. Lakin demək olar ki, bu məlumatlar artdıqca biz yenə də ona məhəl vermədən psixoloji olaraq gözümüz görəni istifadə edirik və bu da bizim orqanizmamıza çox ağır fəsadlar gətirib çıxarır. İlkin olaraq poliplərdən tutmuş, mədə-bağırsaq disbakteriozundan tutmuş, immun zəifliklərdən tutmuş, göbələk xəstəliklərindən gəlmiş və yaxud ən sonuncu deyərdim ki, onkoloji hüceyrələrə belə çevrilən orqanlarımız var. Buna hamı şahiddir. Buna bütün ailələrin içərisində, əhatəsində olan insanlarımız var. Lakin bəs bunların qarşısını ən çox nə ilə ala bilərik? Məhəl vermədən onsuz da belə olacaq deməkmi lazımdır? Yoxsa bildiklərimizə biraz əməl edib, orqanizmə bir motor kimi təsəvvür edib, orqanizmə biraz səmimi yanaşaraq sağlıqlı qidalardan istifadə etməkmi? Bəli, bəzi suallar da gəlir ki, sağlıqlı qida var. Axı biz onu tapa bilirik. Var, bəli. Sağlıqlı qidanı tapa bilirik. Göyərti məhsullarımızı hələ ki tapa bilirik. Meyvələrimizi tapa bilirik. Azərbaycan elə bir mühitdə yaradılıb ki, elə bir şəraitdədir ki, 9 iqlimin 7-si Azərbaycanda mövcuddur və buradan hər tərəfə olaraq gediş-gəliş vardır və Azərbaycanın hər bir güşəsini demək olar çoxunuz gəzmisiniz. Tapa bilərik, biz istəsək hər şey edə bilərik, lakin qidalanmamızı biz önəmsəmirik, hazır qidalara üstünlük veririk, bişmiş, saxlanılmış qidalara üstünlük veririk, soyuducularda dondurulmuş qidalara üstünlük veririk. Bəs biz dondurulmuş qidaları sonradan istifadə edirik. Təbii ki, öz işimizi asanlaşdırırıq. Və ət məhsulları dondurularaq 6 aya qədər saxlanıla bilir. Lakin 6 aya qədər saxlanılan ətin tərkibindəki hialuron maddəsi demək olar yoxa çıxır. Biz bunlara nəzarət edirikmi? Heç olmasa həftədə bir dəfə təbii sağlam kəsilmiş ət dondurucuya qoyulmadan bişirib yeyirikmi? Bax, bunlara fikir vermək lazımdır. Bizim menyularımızda bunların çoxu haqqında məlumat var. Xəstələr müraciət edərkən, hətta bir zəng edərkən biz onlara demək olar onların müraciətlərinə baxır və yetərincə məlumatlar verirəm. Və bunlardan istifadə etməyi artıq sizə qalır. Nə zaman istəsəz yazın, direktdə yazın,
bizim xüsusi səhifələrimizə yazın, nömrələrimizə yazın, bizə müraciət edin. Biz köməklik etməyə razıyıq.